Fason Radyo. Fason Radyo'ya hoş geldiniz. Azerbaycan'dan Haberler programının yeni bir bölümüyle Bakü stüdyosundan hepinize merhaba. Ben Özlem. Salam Özlem. Hər vaxtın xeyir. Bütün Türkiyədəki dinləyicilərimizi biz də Bakıdan salamlayırıq. Mən də Əli. Gündəm bugün də zəngindir. İstəyirsənsə başlayaq. Harika olur Ali. Dinleyicilerimiz merakla bekliyor. Bugünün öne çıkan başlıkları nelermiş bakalım? Əlbəttə. İlk xəbərimiz təhsil sahəsindəndir. Prezident İlham Əliyevin sərəncamı ilə Natiq Alıoğlu Yusif bəyli Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib. Sumqayıt, Azerbaycan'ın önemli sanayi şehirlerinden biri değil mi Ali? Rektör ataması, tayin edilmesi, atama demek sanırım. Bizde de benzer şekilde Cumhurbaşkanı kararıyla rektörler atanıyor. Yeni rektöre de görevinde başarılar dileyelim o zaman. Bəli, tamamilə doğrudur. Sumqayıt mühüm sənaye mərkəzidir. Sumqayıt Dövlət Universiteti də bu baxımdan ölkənin önəmli ali təhsil ocaqlarından biridir. Yeni rektorun təyinatı universitet həyatına yeni bir nəfəs gətirəcək deyə ümid edilir. Umalım ki öyle olur. Peki sırada ne var? Növbəti xəbərimiz səhiyyə sahəsindəndir və düşünürəm ki, bir çox insanı sevindirəcək. Azərbaycanda əlçatan dərmanlar proqramı genişləndirilib və siyahıya yeni preparatlar əlavə olunub. Elçatan dermanlar yani ulaşılabilir ilaçlar gibi bir anlama geliyor. Doğru mu anlıyorum? Bu harika bir haber. Program tam olarak nasıl işliyor Ali? Devlet destekli bir sistem mi? Bəli, əlçatan elə o deməkdir. Yəni insanların rahatlıqla əldə edə biləcəyi. Bu proqram çərçivəsində dövlət bir sıra xroniki xəstəliklərin müalicəsində istifadə olunan dərmanların qiymətini tənzimləyir. Bəzi dərmanların qiymətinin önəmli bir hissəsini, bəzən isə tamamilə dövlət qarşılayır. Xüsusilə diabet, onkoloji xəstəliklər və ürək-damar sistemi xəstəlikləri kimi geniş yayılmış problemlərin müalicəsində bu proqram çox faydalıdır. Anladım. Bizdeki Sosyal Güvenlik Kurumu'nun ilaç karşılama sistemine benziyor o zaman. Peki bu son genişlemeyle hangi ilaçlar eklendi? Özellikle hangi hastaları sevindirecek bu gelişme? Yeni siyahıda xüsusilə yüksək təzyiq, bəzi endokrinoloji xəstəliklər və astma müalicəsində istifadə olunan müasir preparatlar yer alır. Bu da o deməkdir ki, bu xəstəliklərdən əziyyət çəkən insanlar daha effektiv dərmanları daha münasib qiymətə əldə edə biləcəklər. Bu, xüsusilə pensiyaçı və az təminatlı ailələr üçün böyük bir dəstəkdir. Gerçekten çok sevindirici bir gelişme. Darısı tüm ihtiyaç sahiplerinin başına diyelim. Ama sanırım sağlıkla ilgili biraz da endişe verici bir haber var ajandan da. Bəli, təəssüf ki. Səhiyyə ilə bağlı bir qədər narahat edici xəbərimiz də var. Bakının 2 peşə məktəbində vərəmə yoluxma halı qeydə alınıb və bununla bağlı rəsmi açıqlama verilib. Aman Allah'ım. Verem tüberküloz demek. Okullarda tüberküloz vakası çok ciddi bir durum. Aileler ne kadar endişelenmiştir. Resmi açıklama ne yönde Ali? Durum kontrol altında mı? Kaç kişide görülmüş? Sakit ol Özlem. Hələlik panikaya səbəb yoxdur. Rəsmi məlumata görə 2 peşə təhsili müəssisəsində bir neçə şagirddə vərəm aşkarlanıb. Təhsil Nazirliyi və Səhiyyə Nazirliyi dərhal birgə tədbirlər görməyə başlayıb. Hər iki məktəbdə dərhal dezinfeksiya işləri aparılıb. Xəstəlik aşkarlanan şagirdlər xəstəxanaya yerləşdirilib. Onlarla təmasda olan bütün şagirdlər və müəllim heyəti isə tibbi müayinədən keçirilir. Rəsmilər vəziyyətin nəzarət altında olduğunu bildirirlər. Umarım gerçekten durum kontrol altındadır ve daha fazla yayılmaz. Çok geçmiş olsun diyelim öğrencilere. Gündemi biraz değiştirelim istersen. Daha keyifli bir haber var mı? Var əlbəttə. Biraz da xoş xəbərlərdən danışaq. Bu həftə Azərbaycanda iş saatı qısaldılacaq. Aa ne güzel. Bizde de bayramlarda olur böyle. Sebebi nedir? Özel bir gün mü var? Yoksa hava çok mu sıcak Bakü'de? Hava hələ o qədər isti deyil Özləm. Səbəb rəsmi tətildir. 9 mayıs Azərbaycanda faşizm üzərində qələbə günü kimi qeyd olunur və rəsmi qeyri-iş günüdür. Bu il 9 may cümə gününə təsadüf etdiyi üçün həftə sonu ilə birləşir və insanlar üçün 3 günlük bir istirahət imkanı yaranır. İş həftəsi 4 gün olacaq. Anladım. 9 Mayıs Zafer Günü. Ne güzel. Şimdiden herkese iyi tatiller dileyelim o zaman. Peki Ali, biraz da dış politika ve bölgesel gelişmelere bakalım mı? Son zamanlarda tüm bölgenin gözü kulağı Ermenistan'da sanırım. Bəli, çox doğru bir məqama toxundun. BBC Azərbaycan xidmətinin təhlilinə görə Avropa liderlərinin Yerevana səfərləri davam edir.
Xəbərdə bu Rusiyanın kölgəsində olan Ermənistan üçün nə deməkdir sualına cavab axtarılır. Bu çok önemli bir gelişme. Avrupa liderlerinin Yerevan'da olması, özellikle Rusya-Ukrayna savaşından sonra bölgedeki dengelerin değiştiği bir dönemde çok şey ifade ediyor. Haber ne diyor? Bu ziyaretin Ermenistan için anlamı neymiş? Təhlildə qeyd olunur ki, bu Ermənistanın qərbə doğru bir daha addımı kimi qiymətləndirilir. Rusiya ilə münasibətlərin soyuduğu bir vaxtda Ermənistan hökuməti Avropa İttifaqı və ABŞ-la təhlükəsizlik və iqtisadi əməkdaşlığı gücləndirməyə çalışır. Bu səfərlər də həmin siyasətin bir parçasıdır. Ancaq xəbərdə o da vurğulanır ki, bu proses Ermənistan üçün həm də risklidir. Çünki Rusiya hələ də bölgədə önəmli bir gücdür və bu yaxınlaşmadan məmnun deyil. Çok katmanlı bir konu gerçekten. Takipte olacağız. Ali, son bir haber daha alabilir miyiz senden? Belki daha az bilinen alternatif kaynaklardan bir haber? Əlbəttə. Sonda isə Azadlıq Radiosunun bir xəbərini diqqətinizə çatdırmaq istəyirəm. Həbsdə olan Xalq Cəbhəsi Partiyasının fəalına ehtiyacı olan dərmanların verilmədiyi iddia olunur. Vəkilləri onun səhhətinin pisləşdiyini bildirirlər. Bu oldukça hassas ve üzücü bir iddia. Halk Cephesi yani Halk Cephesi bir muhalefet partisi ve bu haberi Azadlık Radyosu'ndan yani Özgürlük Radyosu'ndan aldığını söyledin. Ali, Türkiye'deki dinleyicilerimiz için sormak isterim. Azerbaycan'da ana akım medya dışında bu gibi haberleri yapan Azadlık gibi, Meydan TV gibi devlet kontrolünde olmayan platformlar ne kadar etkili? Seslerini duyurabiliyorlar mı? Bəli, Özləm. Azadlıq Radiosu və Meydan TV kimi media orqanları Azərbaycanda dövlət kontrolündə olmayan alternativ səs olmağa çalışan platformlardır. Onların fəaliyyəti zaman-zaman müəyyən çətinliklərlə üzləşsə də, xüsusilə sosial media üzərindən və öz veb saytları vasitəsilə geniş izləyici kütləsinə çata bilirlər. Bu cür insan hüquqları, həbslər və ya korrupsiya iddiaları ilə bağlı xəbərlər də məhz onlar vasitəsilə ictimailəşdirilir və gündəmdə qalır. Anlıyorum. Bu tür bağımsız seslerin varlığı her ülke için çok değerli. Ali, verdiğin kapsamlı bilgiler için çok teşekkürler. Bugün de Azerbaycan gündemini seninle enine boyuna konuştuk sayende. Resmi haberlerden hassas iddialara kadar geniş bir yelpazede bilgi verdin bizlere. Mən təşəkkür edirəm, Özləm. Vəzifəmizdir. Azerbaycan'dan haberlerde bugünlük bu kadar. Yarın yine aynı saatte buluşmak üzere, hoşça kalın. Fason Radyo